Mən 1959-cu il iyun ayının 2-sində Gəncə şəhərində anadan olmuşum. Ailədə 10 uşaq olmuşuq, 5 bacı, 5 qardaş olmuşuq. Bizim atamız riyaziyyat müəllimi, atam anam ədəbiyyat müəllimi olubdu. Müəllim ailəsində böyümüşük. Evimizin yanında da bir buz zavodu var idi. Buz zavodunun yanında stadion var idi. Orada Dəcə Koçya deyərdilər. Bir Svarşik var idi. Kişi özü də köhnə futbolçu olubdu. Burada torpaq yer idi, oranın setka Svarşik idi. Setkalıydı, zad eləyirdi, 2 dənə varota qoyulur, belədir. Torpaqlıq bir yer idi. Uşaqları yığırdı, oranı suluyurdu, zad eləyirdi. Hamısı daşın zadın, torpağın zadın içində beləcə yavaş-yavaş oranlar şey idi. Mən 1966-cı ildə gəldim ora. Mən də 7 yaşım var idi. Elə vaxtı gəlmişdim ki, onda elə həvəsim, topa böyük bir həvəsim var idi, o ağ və qara toplara. Çəni komandası 1966-cı ildə oxuduğuma görə, bildiyimə görə 3-cü yeri götürdü. Orada Sakalov idi baş məşqçi. Sonra Sakalovu çıxartdılar, onun yerinə getdi o. Onun yerinə oldu Əhməd Ələsgərov. Əhməd Ələsgərov da güclü bir məşqçi idi. Arzu edirdim ki, mənim Nefsdə oynamağımın. Arzu edirdim yəni ki, mən Dinamo Kirabatda oynayım, məsələn. Mən Lokomotivdə oynayırdım. Mənim cəmiyyətimin adı Lokomotiv idi. Dəmir yolunun yanında olduğuna görə cəmiyyətin adı Lokomotiv adlanırdı. Evdə də bilirsiniz, daha indi idmanla məşğul olmaq üçün gərək icazə alasan, zad eləyəsən. Mən də evin yanı idi, ona görə həftənin bir... Elə paşı şöhəvlə hər məktəbə gəlib gəlirdim, oradan dərslərimi oxub qutardan sonra gedirdim, məşqlərimi eləyirdim, zad eləyirdim. Balaca uşaq idim də, mənə lazımdır ki, futbolu öyrətsinlər mənə. Özü də cəld idim, məsələn. Sadəcə elə həmən ildə dünya çempionatı idi də, dünya çempionatı oldu. Bizim Zborna SSR komandası 3-cü yeri götürdü. Orada da Anatoliy Banişevski orada öz sözünü dedi. Sonra o demirdi, mən məsələn, o Azərbaycandan başqa Ariyeri heç bəyənmirdi də. O qədər dəyərli bir futbolçuydu ki, o qədər gözəl insan idi ki, yəni sadəcə olaraq Azərbaycanı sevən bir adam idi. Bilsən, mən özümdən qoydum, getdim onun tərəfə, tanışdım. O tarixi mən istəyirdim ki, yaddaşa salam ki, o futbolda, o 66-cı ildə 2 dəfə bu adam həmin Neftçiyəni komandasında bronzlu bir medal götürübdü, həm də SSR milli komandasında, yığma komandasında 3-cü yeri götürübdü. Mən deyirdim, bizim də elə onun sağ əli olsun, bizim başımıza yaxşı futbol oynayaq, biz də belə deyə arzularımız var idi də. Yavaş-yavaş o Lokomotivdən mən gətirdilər Dinamo Kirabada. Tərəqqi idi, progres idi, adı dəyişirdilər belə tezdir. Ona görə gəldik. Verdilər məni, Koçya tapşırdı məni, Müzəffər Qasımov idi, o da baş məşqçi idi. 1976-cı il mən gəldim orada spora. Məşqlərimi elədim, oyunlarda oynadım, elədim, xalq məni tanıdı. Böyük də Gəncə bilirsiniz ki, Azərbaycan futbolunun Məkkəsidir. Orada güclü futbolçular əmələ gəlir, yəni hazırlaşır, gözəl futbolçular inkişaf edir. Mən də gəldim, məsələn, Dinamo Kirabat, yəni Progres Tərəqqi komandasına 76-cı ildə. Elə oldu ki, bizim bir yoldaşlıq görüşümüz oldu. Neftçi komandası ilə. Neftçi komandası 1976-cı ildə Vış Ligaya çıxmışdı, 2-ci yeri götürmüşdü. Kayrat Almata 1-ci yeri götürmüşdü, Neftçi 2-ci yeri götürmüşdü. Orada da Allah rəhmət eləsin, Elbrus Abbasova o 28 gol vurmuşdu. Orada böyük güclərini qoymuşdular. Neçə ildən sonra 1972-ci ildə komanda Vış Ligadan çıxmışdı. 73, 74, 75, 76-cı ildə komandamız 4 il əziyyət çəkdi, Vış Ligaya çıxdı. Orada güclü futbolçular 1-ci ligada var idi. Robeski idi, Kramarenko idi, Sergey. Arif Oruzov idi, Bəxtiyar Qulamov idi, Rafiq Quliyev idi, Rəşid Özbəyov idi, Əli Rəhmanov idi. Orada Səməd Qurbanov, Tofiq Abbasov, Füzuli Zavadov, Elbrus Abbasov, Əlizadə, Badişevski, Smolnikov. Yəni bu futbolçular 1-ci ligadan komandanı əziyyət çəkdilər, qaldırdılar Vış Ligaya. Onlar Vış Ligaya çıxanda bizi elə bir əvəzedici heyət cavan futbolistləri yığdı. Mən gəldim, İskəndər Zavadov idi, mən idim, Paramaryev idi. Yəni əvəzedici heyətə gəldik. Mənim Neftçiyə gəlməyimdə ən böyük güc qüvvə, düzdür, mənim özümdən çox şey asılı idi. Öyle Neftçi də Vış Ligaya çıxmağına görə, güclər dəstəsinə çıxmağına görə komanda Dinamo ilə Gəncədə oynayırlar. Gəncədə böyük stadionu var, xalq millə. Stadion ağzı kimi doludur, hesab edin ki. Çıxdıq bunlarla oynadık, biz bunları 3-0 utduq. Neftçi utduq 3-0.
İkisi də mən vurdum qolları. Qaçdım, vurdum. 3-0 bunlar udandan sonra bunlar getdilər. Buradan bunlar bizi çağırdılar zbora. Məni çağırdılar Neftçiyə. Qardaşım bir dənə bilet aldı. Bir kupəyə. Bir dənə də 40 manatlıq var idi. Onu da götürdüm ki, onu da verərəm. Bir dənə də pastel götürərəm. Binib gedərəm ora. Gəldim, o pulla verdim provodnikə. O provodnik də onu qəbul etmədi, amma pastel də vermədi. Mən də sadəcə olaraq indi Neftçiyə gedərəm. Heç yatmasam da olur mənim üçün. Sevinirəm də. O Dinamo Kirabatdan, elə bir Kəpəzdən, şeydən, Progres komandasından gəlirəm Neftçi komandasına. Gəldim bura. Burada gələndə gəldim əvəzciyədə. Məni qarşıladılar, elədilər. Hazırlaşdım, gördüm Banişevski, gördüm orada Elbrus Abbasov, Əli Rəhmanov, Arif Orucov, Asif Əliyev, bu futbolistləri gördüm. Bir yer verdilər mənə, məşqlərə başladım. Orada tanış olmadığım adamlarla tanış oldum, hamını təqdim elədilər. Elədilər, mən İskəndər, mən Panamarov başladı, əvəzedici heyətdə oynamağa başladı. Ancaq əvəzedici heyətdə oynayanda da bizi salırdılar Zabas heyəti, 18-liyin içində düşə də bilirdik. Başladıq o vaxtdan Neftçidə oynamağa. Elə oldu ki, birdən-birə Gennadiy Borisovич Bondarenko məni qoydu sastava, Spartak Moskva ilə özünə qoydu sastava. Mən də çıxdım oyuna. 3-cü dəqiqə Asif Əliyev bir 30 metrdən udar elədi, onun yaxşı zərbələri var idi. Dasayevin dəydi sinəsinə, çıxdım mənim qabağıma, mən də Levşaydım da, sol ayağımdan oynadım. Çıxdı, ayağıma sağla vurdum, topu Şivaroki. Dedi, 3 metrədə deyil də, məsələ belə. Özdə məni tanıyırdılar, skorsumdan da güclüydü axı. Elə oldu ki, şotu birinci biz açdıq, 1-0, 1-1 oldu, sonra 2-1 oldu, belə. Mən 45 dəqiqə, bunlar mənə belə topu yarım müdafiəçilər idi də, mən də qaçan. Məni görən elə Mişa qışqırırdı, getdim, maşallah getdim, maşallah getdim. Mən də açılırdım sağa sola, götürürdüm və qaçırdım, eləyirdim. Dedim, yoruldum da, cavan balada bir sənədər. 45 dəqiqə dedim, qutardı da. Mən elə bildim, sevindim ki, bu 45 dəqiqə qutarım. Tabloya baxdım, gördüm, 25-ci dəqiqə gedir. Bu Tofiq Abbasovdur, Səməd Qurbanovdur, bu Asif Əliyevdir. Bunlar məni o qədər yüklədilər ki, topla. Topu əlinə alan adam məni turlurdu, qabağa turlurdu, mən qaçırdım. Belə idi. Oxuru gəldim, yoruldum, gəldim kişiyə dedim ki, baş məşqçiyə. Dedim ki, yoruldum da. Mən ta oynayamıram. Yoruldum da cavan uşağam. İndi böyle birinci dəfədir mən çıxmışam 40.000-45 min stadionda Spartak Moskva ilə oyna. Düzdür, qorxmamışam, eləməmişəm, oynamışam, momentum dolubdur, qaçmışam, eləmişəm. İndi bəzi, niyə mən qaçdım dedim ki, indi mən yorulanmaram be, mən robot sad deyiləm ki. Mən də qaçdım, yoruldum, tək Nabadaşıyam. Nabadaş yoxdur. O Banişevski oynamır, Elbrus Abbasov, Füzuli Zavadov. Füzuli Zavadov oynayırdı, Pad Napadaş oynayırdı. Bu futbolistlər yox idi, ona görə bizim komandada çox güzel. Biz hər nəsə həmən oyunu 3-1 utduq, ikisini Asif Əliyev vurdu. O Spartak Moskvanı utduq biz 3-1. Mənim ayağım yüngül oldu, düşdü də ayağım. Sonra ondan sonra da belə Allah'ın köməyindən yavaş-yavaş. Sonra İskəndər, mən, Panamarov. Komanda elə idi ki, bu komanda yorulmuşdu. Bu komanda biz hissiyyətdə güclüyük yaxı. Bu Perveliqadan, 4 il Perveliqada oynamış komandadır. Gəlib bu Şiliqaya çıxıb 77-ci ildə, 76-dan çıxıb 77-də oynayıb. Güc çatmır da. Burada cavan nəfəs lazım, cavan futbolistlər lazım. Biz də ta indi elə oldu ki, Allah rəhmət eləsin, Əhməd Ələsgərova. Netta gəldi, Madana gedəndən sonra Netta gəldi. Mən hərbi xidmətdə idim, Skada oynayırdım. Getdim, məni apardılar, göndərdilər Naxçıvana, Araz Naxçıvan komandasına. Getdim orada, burada Varojonkanı udduq. Mən kapitan komandaydım Varojonkanı. Kubuk apardım, verdim, general mayor var idi, Popov ona verdi. Ondan sonra dedi ki, gedin Dembildə gələrsiniz. Orada bir moment oldu, Əli Əbəlzayda var idi, onun 50 yaşı idi, yubileyi idi. Burada Əhməd Ələsgərovdur. Biz də Əhməd Ələsgərova, mən cavanam da, tanımıram. Ancaq bizim oyunumuza görə, indi bu çox güclü bir məşqçidir. Bu daha hesab elə ki, 66-cı ildən Neftçi komandasının baş məşqçisi olub. Özü də yaxşı futbolist olubdur, gözəl məşqçisi olubdur. Belə bir məşqçi yoxdur Azərbaycanda. SSR-də belə bir məşqçi yoxdur. Əhməd Ələsgərov kimi. Ağıllı, savadlı, güclü, metodikada, yəni hesab elə ki, fizikada, texnikada, taktikada bu adamın ustanovkası kimi ustanovka yoxdur. Mən görməmişəm.
Özdə biz çox vahiməli bir adam idi. Biz hamımız da kim nə desə desin, biz hamımız da ondan qorxurduq. Bu hara gedirdi Pirzavoyaya tuturdu. Hara gedirdi yüksəklikdə qalırdı. Və Əhməd Ələsgərov. İndi onu mən görmüşəm, işləmişəm, ona görə bilirəm nə var, nə yox. Orada biz, onlar hamı gəldi komanda. Elə bir ki, buradan Ruslan Abdullayev getdi Araz Naxçıvana. Oradan qayıtdıq, biz gəldik. Ən axırıncı mən gəldim. Mən də gəldim, mən hərbi xidmətdə idim də. Gəldim. Kırlı Sovet Kubuşev'dən oynuyorduk. Bizim bir Bakılı var idi, Sidrov. Onlardan oynuyordu. O komandada, Kırlı Sovet'te oynuyordu. Onu da buraya getirmək istəyirdiler. Hatta gördü ki, maşallah gəlir, səndə gəlir. Bu Sidrov, Midrov yeri deyildi. Mən də daha 15 dəqiqə məni bıraxdı Əhməd müəllim. Mən də Səməd Qurbanov ortada bir dənə pas verdi. Qaçdım acın, apardım 3-cü qolda mən vurdum. Neftçi qaldı bu Şirikada. Nettanın vaxtında komandanın 8 xalı var idi, 9 xalı var idi. 19 xal yığdıq, 27 xalından qaldıq bu Şirikada. Ondan sonra başladıq da 80-ci il, 81-ci il, 82-ci il troykalarda başladı. Bizim troykalar olubdu. Marişevski, Markarov, Tuayev, bu troyka ayrı troyka olubdu. Onların güclü yarım müdafiəçiləri olubdu. Daha ki, bizi 66-nı götürməyək, götürək 65-i, 64-ü güclü, Neftçiyanik güclü komanda olubdu. O komanda 4-cü yeri götürüb, 5-ci yeri götürüb. Gözəl bir futbolçular idi. Rəhmətli Mübariz Zeynalov, Yaşar Babayev, Adil Babayev, Vadir Akaçiyev, Gryazi, Pruxci, Simklasov, belə Şeyxov, Kasinkov, belə güclü futbolçular olub hepsən. Hamısı başarılı olublar. Mesela bir dəfə biz Dinamo Minsk'ini oynuyorduk. 11 metre idi, Panamorov'da yoktu, Asıvəliyev'de yoktu. Səndən mənə dedi ki, get 11 metre sən vur. Mən bir dəfə buna demişdim Adesada, get sən vur. Bu getdi, bu şivar oturdu. Bu da mənə dedi. Mən də gəldim, o 40 bin adam, 45 bin adam stadionda. Sakitlik, 11 metre. Baxdım, gördüm, 7 metrelik var orada. Spişka Karabkası boyda balacalandı. Gözümdə. O balada top da başladı şişməyə. Bunu mən hara vurmaya. Atqaz eləmək olmaz. Allah Məhəmməd gəl, əllərimlə gözlərimi belə bir iki-üç dəfə elədim. Belə açdım. Dedim, bu buratardı, bu da qapıdır da. Mən bunu vurum bunun üstünə, udarla. Gəldim, udarla vurdum. Gördüm, bütün cəmaət dağıdır stadionu. Özümə də söydüm, bir də özümə heç sevinmədim də. Çox kədərləndim, çox pis oldum. Dedim, bir də mən bu 11 metrəyə yaxın gəlmərəm. Bu belə bir həyat, gör nə olan şeydir. 7 metrəlik var, o da Spişka Karabkası boyda balacalandı. Top da başladı şişməyə. İndi gəl bu topu vur. Onu indi Panamorev vura bilir, onu Asıvəliyev vura bilir, onu Gryazev vura bilir, onu məsələn Tofiq Abbasov vura bilir. Ancaq mən vura bilmirəm da, indi mən onu zorla deyəmirəm ki, mən vurdum. Mən vurdum, onu əziyyətlə, zülümlə vurdum. Udarım vardı, vurdum. İskəndər gəldi, vurdu, bu işi var, mən gəldim, vurdum. Mən də ondan sonra dedim ki, mən onu yaxın getmərəm. Ştabına yaxın gedirəm, gedib ştabına vuraram. Yəni, bu troykanın yaranması o qolların vurulmasından asılıdır. O qollar alınırdı. Həm Bakıda alınırdı, həm də Viyezdə alınırdı. 80-də Əhməd Ələsgərov gəldi. Əhməd Ələsgərov, biz düşdük 81. Sən Abadacel Kubkanı götürən bir komanda Dinamo Tbilisini biz getdik, orada vurduq 2-1. O gedib Almaniyanın komandasını orada kubok götürüb gəlib. O komandanı eşidən adam bilirsən də nə olur? Dinamo Tbilisdə 85 min stadionda Dinamo qışqırdılar. Biz o komandanı gedib orada vurduq, gəldik evimizdə vurduq. Əhməd Ələsgərovun vaxtında. Əhməd Ələsgərovun vaxtında biz 80-ci ildə, 81-ci ildə komanda 10-cu yerdən 6-cı yeri, 5-ci yeri bölüşdürdü. 81, 82, 80, 81, 82, 82-də Əhməd Ələsgərov getdi, Kazbek Tuayev gəldi. Yəni sadəcə olaraq biz 79-da səhv elədik. 79-da səhv elədik ki, həmən futbolçular vardı, hamısı getməli deyildi oradan, Neftçidən. Orada qalmalıydı Arif Orucov, orada Tofiq Abbasov, Füzuli Zavadov. Bu futbolistlər başarırdı, oynaya bilərdilər. O komandada qala bilərdi. Bunlar hamısı getdi birdən-birə Araz Naxçıvana. Neftçidən getdi Araz Naxçıvana, Araz Naxçıvandan biz gəldik bura. O uşaqlar vardı ki, onlar oynaya bilərdilər. Onların gücləri var idi. Çox idi. Bax, bizdə elə bir futbolçu var, qızıl medalçıdır, Nürəddin Əliyev. Amma indi kim deyir? Deyirəm, bu qocaldı da belə. Gedib, dünyasını dəyişən adamları da gedib. O gərək yığışıb gedib onlara Quran oxutdurasan, onlardan bilirsən, onlardan halallıq alasan futbola görə. Elə belə şey deyil. Ələkbər Məmmədovdur, Balişevskidir, orada hansı Əli Rəhmanovdur, orada
Tofiq Abbasovdur, Füzuli Cavadovdur, Mübariz Zeynalovdur, Yaşar Babayevdir. Bunlar hamısı futbolçu olub. Bunlar tarixən o qədər güclü futbolçular olub ki, gərək bunların qədrini biləsən ki, sən də futbolçu olasan. Biz böyük kiçiyi onlardan öyrənmişik. Mən onlardan öyrənmişəm. And olsun Allah onlardan öyrənmişik. Çox şey öyrənmişəm onlardan. Bunlar ikinci mərtəbədə qaldı, biz birinci mərtəbədə qaldıq İskəndərlə. Yəni aşağıda qalırdıq da. Qaydalar var idi, qanunlar var idi biz. O qaydalarla böyüdük. İnkişaf elədi. O troyka bax, elə troyka yarandı. Sonra biz qalxdıq yuxarı, ikinci mərtəbəyə. Biz də 10 il komandanı bu şirkədə saxladıq. Biz 80-ci illərdə, 81, 80, bu vaxtda biz Pizzavoy yeri götürməlidir. Əhməd Ələsgərov getməli deyildi. Ona görə Əhməd Ələsgərov getdi, komanda biraz zəif formasında oldu. Sonra İskəndər Cavadov güclü, da indi biz güclü futbolçular olduğumuza görə SSR çempionatında hər adam biz Azərbaycanı kimi deyirəm. Məsələn, biz çox güclü futbolçular idi. Biz zbor SSR-ə düşə bilmirdik. Mən İskəndərlə Olimpisk zbor SSR-ə düşdük. Biz adbor üçün oynadıq orada. Sonra bir dəfə Novogorsk'da zborda olduq. Birinci zboru ilə Olimpisk oynadı. 2 onlarla tutduq. İskəndərlə biz bunların başlarında oynaşdıq. Dedim, mən sonra yox, mən deyəcəm, onu mən 86-cı ildə bizi çağırıblar Olimpisk zboruna. Malafeyevdir, Labanovskidir, Beskovdur, oturublar hamısı da, ora-bura. Dedim, gelib deyəcəm. Gəldim bunlara, bu şivisi deyəm. Почему нас не вызывать национальный сборную, SSR birinci sboruna çağırmırsınız? Məni də məcburən çağırırlar, İskəndəri də məcburən çağırırlar. Mən 10 dənə qol vurmuşam bu şerikada, lider gedirəm. Futbol, hokey, Sovetski sport yazır, bombardir maşallah ya da Neftçi ora-bura. Getdim 11, 12, 13 qolları bura getirdim, ona görə mən çağırdılar Olimpiskiyə. Məcburi çağırdılar, yoksa çağırmazlar. Ona görə 18 dənə komandanın içində Neftçi komandasının futbolçusu Maşallah Əhmədov bombardir gedir. Bu tarixdə də yazılır da. Bundan gərək sevinəsən. Mən bunu deyirdim bunlara da, deyirdim belə-belə İskəndər. Biz oynamalıydı, biz güclü troykaydı bizdə. SSR-də belə troyka yox idi. Çox güclüydü. Məsələn, biz oynasaydıq, hesab elə ki, mən İskəndərə dedim, İskəndər bax, Ras Yakavenka Yerimçuk, yarım müdafiədə oynuyorlar. Ras Yakavenka Yerimçuk, Dinamo Kiyev'dir. Biz ikimiz də qabaqdayıq. İndi gör komanda nədir oynayır. Heç biz, inan Allaha, əziyyət çəkmirdik. O qədər rahat futbolçulardı ortada, belə futbolçular var. Belə futbolçular oynadı, bax gəldi. İndi söhbət ondan gedir ki, deyim, gəldi Nefti tutdu 13-cü yer, 12-ci yer, 15-ci yer. Biz oradan bizi SSR devrində çox sıxışdırırdılar, çox. Biz sən əziyyət çəkirdik, bir Azərbaycanlı kimi. Nətər o olubdu, elə də qalıbdı. Ona görə o troyka elə belə yaranmadı. 200 dənə qol vurmuşduq bu şirkada. İskəndər, mən, bir də Panamolyov. Üçümüz oynayan vaxtımızdan 200 dənə qol vurmuş. Belə deyim də, indi biz deyirik ki, 33 dənə güclü futbolçu içinə düşdük. SSR-də 18 komanda var idi. 18 komandanı 18-ə vur 18-ə gör neçə eləyir. Neçə futbolçu oldu? Neçə futbolçu oldu? 400 dənə futbolçu oldu. 400 dənə futbolçu hər il 400 futbolçu olur. Onun içindən sən seçilməlisən də. 33 dənə güclü futbolçu, ən güclü Luçik Roxsat seçilirsən. O 400 dənə futbolçunun içindən məni saldılar 33 dənə ən güclü futbolçunun içinə. 33 dənə. 33-ün içindən məni saldılar 3-cü elədilər. Orada oldu Radyona Bulaxin bir də mən. Ona görə biz bu çətinlikləri görə Neftçinin başını ucağa qaldırmağa, yuxarı qaldırmaq üçün bu əziyyətləri görmüşük. Neftçini istəmirdilər axı. Çox SSR vaxtı Neftçini çox istəmirdilər. Sən belə baxanda İskəndər bilir, mən bilirəm, Panamolyov bilir. Oynayan uşaqlar bilirlər ki, bizə əziyyətlər çox verirdilər. Çünki orada hakimlər var idi, zadlar var idi. Demirəm, orada var zad söhbəti getməzdi. Bizim oyunlarımız çox həddindən aldı. Biz özdə udmaq üçün gərək, biz düzdür, qol buraxan da komandaydıq. Çox qol buraxırdıq. Qol buraxan komandaydıq. Ancaq komanda o vaxtı lideri olur ki, hesab elə də 18 dənə oyun, 34 dənə oyun. 34 dənə oyundan sən nə qədər, sən 34 xal yığmalısan ki, sən gəlib düşəsən 9-cu yerə. 34 xal. 9-cu yerə gəlməsən, 9-cu yeri 6-cı yerindən bölüşdür. Sən 40 xal yığmalısan ki, sən 5-ci yerindən 1-ci yeri bölüşdürəsən.
oyunlarda. 41 xal 3-cü yeri götürə bilərsən. 4-cü. 42 xal Jilezni 3-cü yeri götürə bilərsən. 45 xal 2-ci yeri götürə bilərsən. 50 xal 1-ci yeri götürə bilərsən. Çox belə bizim, sənə deyim ki, 23 xal götürmüşük biz 86-cı ildə Ruslan Abdullayevin vaxtında. Birinci kuruq 23 xal götürdük. Ən güclü də vaxtımız elə oldu ki, 1987-ci ildə Ağasəlim Mirzavadov onun baş məşqçisi oldu. Orada da biz gözəl yer tutduq, disiyatka düşdük. Gedirik də, kimsə müşatlıq edir də, daldan badalaq vurmağa. İndi mənə 10 dənə badalaq vursan, aşırıdan vurdular. Yazıq İskəndərə 20 badalaq, aşırıdan badalaq. Bilsən, bu kollektivin oyun deyil, kollektivin oyun biraz çətindir, bilsən. Adam onu görməsə, inanmasa, inan Allaha, biz Yerevanda, Razlanda oynayanda günlər adam, mən demirəm, indi adam düəllərdə, söyərlərdə, qırlarda, Dinamo Tbilis'lə oynayanda da 85 min adam var stadionda, Zarabatda. 85 min Razlandadır, 85 min Tbilis'dədir. İndi ged onların qabağında sən futbol oyna, onların neçə eləyəndə onlar elə bil ki, stadion yandı. Ancaq hal-hazırda yaşadığım bu devirdə, bax, bu Neftçi komandası, biz sevinirik də, biz Neftçiyik, mənimdir də Neftçi. Bax, Neftçi mənimdir. Mən orada nəfəs almışam, orada böyümüşəm, orada böyük futbola addım qoymuşam, imza qoymuşam. Hər yerdə onu tanıtdırmışam Neftçi. Adım orada olubdur, qollarımı orada vurmuşam. Neftçi 10 ildir, neçə ildir əziyyət çəkir də. İndi bu gələn axırıncı baş məşqçi gəldi, sağ olsun. İndi bunu dəstəkləmək, bu da hisslənir, nervlənir. Hərdən ki, biz baxırdıq, görürdük ki, papağın da yerə tol olmaz elə şey eləmək. Ancaq görürsən ki, bu futbolu bilir. İndi Neftçi komandası bu gəlir. Niyə? Həmən sastav da. Sastav dəyişdi, dəyişməyim ki. Bir dənə baş məşqçi dəyişdi də. Gör, nə qədər bir dənə baş məşqçi dəyişəndən sonra nə qədər sistem dəyişdi. Sistemdə disiplin dəyişdi. O qoymadı artıq qaçmağa. Az qaçanları çox qaçırtdı, normativə çatırdı, çox qaçanları az qaçırtdı. Normativə çatırdı, gəldi komanda ona görə Avropa Liqasına çıxdı. Qapıda İlxan Rəsulov, solda Şaşir Qəribov, ortada Əsgər Abdullayev, sağda Yaşar Vahbzadə, yarım müdafiədə Səməd Qurbanov, Valdirə Qaciyev, İqor Panavalov, Asif Əliyev, qabaqda Banişevski, Axmedov Cavadov. Mən onu bilirsən nəyə görə? Deyirəm də, Neftçi mənimdir. Mən Neftçidən nəfəs almışam. Mən heç ara getməmişəm. Banişevski heç ara getməyibdi. Bizim də gedəsi yerimiz də var idi. Çox idi. Gedə bilməzdik. Pitamışdıq, biz buradaydıq. Pitamışdıq. Bizim Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev futbola gələndə biz pastayla odurduq. Bir dəfə dedim ki, siz stadiona gələndə pastayla oduruq. Elə oyunlara gəlin, qayıdək ki, bu boyda. Dövlətin işini, pambıq, boyda bu iş, bunları qoymuş. Görüb biz gələndə oduruq da. Bu gələndə bu kişi, valla buna qəni-qəni rəhmət eləsin, bizə çox köməklik edirdi. O da cənab prezident də, İlham müəllim də. Biz görüşdük Xan kəndində bir yerdə. Ona görə mən çox minnətdarlığımı bildirirəm. Sadəcə olaraq Neftçi bizimdir. Neftçidə biz can qoymuşuq. Ürək qoymuşuq, xalqımızı, millətimizi dəstəkləmişik. Mən istəyirəm Neftçi oynayanda kimən oynasın, stadion dolu olsun. Onu dəstəkləmək lazımdır. Neftçini kim istəyir, biz onun qabağına çıxırıq, deyirik ki, belədir. Elə mi bizi istəyirsən? Maşallah, Əhməd olsun, Neftçi mənim dünyamdır, hər şeyimdir. Yaşayışımdır. Mən maşallah Əhməd olmaq üçün Neftçiyə öz minnətdarlığımı bildirirəm. O kluba öz minnətdarlığımı bildirirəm. O cəmiyyətə öz minnətdarlığımı bildirirəm. Mən orada o qədər əziyyətlər çəkdim. Çəkməyimin məqsədi də odur ki, xalqımı, millətimi sevindirdim. Düzdür, kədərləndirmişiksə, utulmuşsa, o da yazılır kitaba, dəftərə, zamanın. Siz zaman sizlərə bilməlisiniz, o söyüşlər, nə söyüşlər olurdu orada. Məsələn, biz oynuyorduk canla, ürəyimizi qoyub çıxırdıq, ancaq kişi kimi oynuyorduk. Ona görə Neftçi bizim üçün həyatdır. Ailədir. Bu həyatdır bizim üçün.